Rusiyada səs şousunun Azərbaycanlı iştirakçısı Emil Kadyrov saxlanılıb. Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, Kadyrov Pushkin kartı federal proqramı ilə 1,3 milyon rubl məbləğində dələduzluqda şübhəli bilinir. İstintaqın versiyasına görə 31 yaşlı Kadyrov tanışı Eldar kinokonsert zalının bədii rəhbərinin müavini işləyən Yelena Gurko ilə birlikdə hərəkət edib. İlkin məlumata görə cütlük Emil üçün Eldar kinokonsert zalında saxta konsertlər təşkil edib. Konsertə biletlər Pushkin kartları ilə satılıb. Həqiqətdə konsert keçirilməyib, amma kinokonsert zalına büdcədən pul köçürülüb. Dövlət büdcəsinə dəyən ümumi zərərin təxminən 1,3 milyon rubl olduğu bildirilib. Səlahiyyətli orqanlar müğənninin konsertlərinə dövlət hesabından şübhəli şəkildə külli miqdarda pul xərclənildiyini görəndən sonra onunla maraqlanıblar. Faktla bağlı Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Bakı İstintaq İdarəsində xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi açılıb. Старшим следователем отдела по расследованию особо важных дел Следственного управления по Юго-Западному административному округу Главного следственного управления Следственного комитета Российской Федерации по городу Москве постановил произвести обыск в случаях, не терпящих отлагательств в жилищах